Fatihə surəsini oxumaq namazın rükunlarından, əsaslarından sayılırmı? Bəli. Fatihə surəsinin oxunması namazın hər rükatında rükundur. Yəni, əsaslardandır. Ona görə də hər rükatda Fatihə surəsi oxunmalıdır. İstər cəmaatla qılırsan, istər tək qılırsan, hər rükatda nədir? Fatihə surəsini oxuyursan. Çünki Peyğəmbərimiz buyurur sallallahu aleyhi ve sellem ki, Fatihətul kitab, yəni Fatihə surəsini oxumayanın namazı yoxdur. Sadəcə cəmaatla qılınanda imamın oxuması səsli namazlarda cəmaat üçün keçərlidir. Amma bütün digər vaxtlarda hər rükətdə, baxın, hər rükətdə 1, 2, 3, 4 Fatihə surəsi nədir? Oxumalısan. İkinci, Fatihə surəsini, baxın, Fatihə surəsini nişan və ya evli zamanı oxumaq sünnədir, yoxsa bidətdir. İndi bəzən görürsən ki, hər şeydə Fatihə surəsini oxuyurlar. Misal üçün deyək ki, nişan əsnasında Fatihə surəsinin nişan, sualları saxlayın deyirəm də, xahiş edəm. Bir dəqiqə. Görür, bir dəqiqə. Mən danışıram, elə yazırlar. Mən danışıram, yazırlar. La ilahə illallah. Bir dinləyin, elm öyrənin. Fatihə surəsinin nişan və ya evlilik, xütbə, yəni evlilik zamanı oxumaq sünnədə yoxdur elə bir şey. Əksinə, əlavədir. Çünki Qurandan müəyyən bir hissəni, müəyyən bir əməl üçün təyin etmək yalnız dini dəlillərlə olmalıdır. Subhanallah. Necə ki, alimlərdə Əbu Şəm Əl-Məqdisi buyurur ki, şəriətin təyin etmədiyi vaxtlarda və hallarda ibadətləri xüsusi etmək doğru deyil. Çünki bir ibadəti müəyyən bir zamana və ya vəziyyətə bağlamaq insanın ixtiyarında deyil. Bu yalnız Allah Rəsulunun haqqıdır. Yəni, sən özündən uydura bilməzsən. Fatihə surəsi oxunur harada? Namazda. Nə zaman oxunur Fatihə surəsi? Misal üçün, ağlayan yerin varsa, amma toy əsnasında, nişanda, elçi gedəndə bəzən görsən Fatihə surəsini oxuyurlar. Bu Peyğəmbərimizin sünnəsində gəlməyib. Yəni, nişanda Fatihə surəsini oxumaq dini baxımından əsaslanmır və onun ibadət kimi görmək düzgün deyil. Üçüncü sual, çox gözəl sualdır bu. Və bunu da görün, ərəb ölkəndə də bu yayılıb bəzi insanlar tərəfindən. Fatihə surəsi müəyyən sayda, məsələn, 40 dəfə oxumaq evlənmək üçün və ya 100 dəfə oxumaq ruzu üçün düzgündürmü? Cavab xeyr, düzgün deyil. Yəni, Fatihə surəsi müəyyən bir sayda oxumaq, məsələn, 40 dəfə evlənmək üçün, 100 dəfə ruzu üçün və ya başqa bir dünya işlər üçün şəri dəlil yoxdur. Subhanallah. Yəni, təyin etmək ki, mütləq 40 dəfə oxumalısan deyə. Qurandan bir üstünə müəyyən bir dünya məsələlə bağlamaq üçün dəlil yoxdur. Fatihə surəsi oxumaq onun fəzilətinə ümid edərək edilə bilər. Misal üçün, cindən, şeytandan qorunmaq üçün. Lakin sən müəyyən edilmədən. Görsən, nə deyir alimlər? Misal üçün, suyu oxuyanda 3 dəfə də oxuya bilərsən, 4 dəfə də, 5 dəfə də, 7 dəfə də. Amma son zamanlarda mod olub. 40 min dəfə İxlas surəsini oxu və yaxud da 40 dəfə Fatihəni oxu falan şey olacaq. Peyğəmbərimizdən belə hədislər yoxdur. Amma müəyyən say təyin etmək bu nədir? Doğru deyil.